Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində Bağlar deyilən ərazidə elə bir bağ evi satışa çıxarıldı. Əsl bildiyiniz bağ evi. 85 min manata bütün əşyalar içində qalacaq, kondisionerə qədər elektronikaları var. O paltaryandı, xaladenkdir. Bunları götürəcəklər. Deməli, ərazini bir deyəcəkəm. Saray bağlarda yerləşir. Ev mansard tipli evdir. Bax, üstündə də mansardı var. Çox qəşəng, səliqəli, özləri üçün tikilmiş evdir. Hasarın qırağında belə güllər, ağaclar xüsusi əkilib. Sonra burada həyətdə oturmaq üçün, bax, belə bir besetkaları var. Bax, görürsünüz, qəşəng səliqəli besetkadır. Həyətdə oturmaq üçün. Burada manqal düzəldiblər, manqallıdır. Burada altında şkafları var. Burada da ki, suyudur. Suyu da gəlir, qaz, su, işıq, sayğaclar da hamısı var. Evimizin buradan ara məsafəsi də var. Ümumi 2 sotun, neçə sotun içindədir? 3 sotun içindədir ümumi, 3 sotun. 3 sotun içində bağ evidir. Bax, buradan bir dənə bağ, bura həyəti sizə göstərim. Zəhmət olmasa buraya yaxınlaşın. Bax, bağ arxadadır. Bax, burada bir dənə bağa baxaq. Bax, bütün meyvə ağaclarıdır. Tut ağacı var, xartutdur, nardır. Toyuq saxlamaq üçün xüsusi balaca bir yerlər də var. Bax, görürsünüz, belə ümumilikdə 3 sotun içindədir. Mansard tipli evdir, 85 min manatadır. Mütləq gəlin bu evə baxın. Sarayda Bağlar deyilən ərazidədir. İndi yaxınlaşaq bura, yer də tam etdi. Bax, evin böyrü də belə tam etdi. Evin qabağı da belə tam etdi. İstəyirsiniz birinci evə baxaq, sonra mansarı göstərəcəm. Dəmir rəşotkalarına qədər qurulub hazır bir evdir. Mütləq gəlin baxın, tam əşyalı satılır. Bütün əşyalar evin içərisində qalacaq. Evə girən kimi burada belə bir dolabdır, paltarları qoymaq üçün. Ara kəsmələrinə qədər qoşadaşdır. Şəxsi özlərinə tikilmiş evdir. Saray qəsəbəsindədir. Bağlar deyilən ərazidə elə bağ evidir. 85 min manata. Bu koridorudur evin. Burada mətbəxinə baxaq. Bax, bu evin mətbəxidir. Elektronkanı bir də deyirəm, götürəcəklər, qalan bütün əşyalar qalacaq. Məsələn, bu xaladenikdir, bu peçkadır, bir də bu qabyandır. Bunlar götürüləcək. Mətbəxini göstərdim, indi qonaq otağına baxaq. Bu qonaq otağıdır. Bir dənə zəhmət olsa buradan səkin TV-snet də düşsün. Bax, bu qonaq otağıdır, zalıdır. Sonra yataq otaqlarına da baxaq. Bax, bir yataq otağı buradadır. Zəhmət olsa oradan çəkin. Bax, gördüyünüz bu şifanerdir, taxtdır, qravatlar, hamısı ümumiyyətlə evin içərisində nə görürsünüzsə, kombisi, radiatora qarışıq hamısı evin içərisində qalacaq. Burada da bir uşaq yataq otağıdır. Uşaq otağı da amma görürsünüz böyüdür. Şəxsi özlərinə tikilmiş evdir, Saray qəsəbəsindədir, Bağlar deyilən ərazidədir, mansard tipli evdir, 3 sotun içərisindədir. Fərdi yaşayışdır, yəni qeydiyyata düşə biləcəyiniz bir evdir. Sanitar qovşaqları da ayrı-ayrıdır. Baxın, görürsünüz, ikisi də ayrı-ayrıdır. Bax belə, bu da xüsusi bir paltar şkafıdır, paltar dolabıdır. Yəni evin içində, bütün əşyalar evin içərisində qalmaq şərti iləndir, 85 min manatadır. İndi mansarı sizə göstərim. Hörmətli izləyicilər, burada mansardır. Bax, çıxdıq evin mansarına. Bax, belə bir balkonu var. Buradan bir dənə ümumi əraziyə baxaq. Bax, qupquru ərazidir, Bağlar deyilən ərazidir. Bu da evin mansarıdır. Bu da həqqə kimi olar. Bax, evin mansarıdır, bax bura. Görürsünüz. Böyük bir zaldır, oturmaq üçün xüsusi yeri var. Sonra otaqlar da var. Bunlar nə otaqlar? Elə belə şkaflar, əlavə otaqlardır burada. Yəni gələndə bunları canlı baxacaqsınız. Biri buradadır, biri də burada. Bu kondisionerdə evin içərisində qalacaq. Göstərək. Bax, bu kondisionerdə evin içində qalacaq. Deməli, Saray qəsəbəsində, Bağlar ərazisində, 3 sotun içərisində 3 otaqlı evdir, üstü də belə mansarlı. Mansarı bir də göstərək. 85 min manatadır. Qaz, su, işıq, sayğacları var. Sənədi də fərdi yaşayış, kupçalı, yəni alıb birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Qiymətli ev sahibi özü endirim eləyəcək. Mütləq gəlin bu evə baxın. Sağ olun.